Salam, heç düşünmüsünüzmü ki, mükəmməl bir sendviç sadəcə yemək deyil, əslində bir mühəndislik möcüzəsidir. Gəlin bugün sadə reseptləri bir kənara qoyaq və əsl möhtəşəm sendviçin arxasındakı memarlıq sirlərini birlikdə açaq. Gəlin bir sualla başlayaq. Baxın, adi bəlkə də dağılan bir sandviçi bu cür bir şah əsərdən ayıran nədir? Cavab təkcə içindəkilərdə deyil, cavab onun mühəndisliyindədir. Bəli, tam olaraq hər şey strukturdan başlayır. Məqsədimiz nədir? Hər dişləmdə mükəmməl bir təcrübə yaşadan, amma əsla dağılmayan, dayanıqlı bir konstruksiya yaratmaq. Bugünkü memarlıq planımız budur. Gəlin mükəmməl sendviçi sıfırdan addım-addım birlikdə inşa edək. Hazırsınız? Başladıq. Yaxşı, işə başlayaq. Bilirsiniz, hər bir möhtəşəm bina möhkəm bir təməllə başlayır, elə deyilmi? Sendviç üçün də bu təməl əlbəttə ki, çörəkdir. Və bu, sizin verəcəyiniz ilk və ən kritik mühəndislik qərarıdır. Seçimlər həqiqətən də sonsuzdur. Amma peşəkar bir memar bilir ki, hər təməl hər binaya uyğun gəlmir. Eyni ilə hər çörək də hər sandviçə yaramır. Əsas məsələ nədir? Çörəyin strukturunu içli ilə düzgün uyğunlaşdırmaq. Düşünün, sulu bir tuna salatı. Onu nazik bir tost çörəyinə qoysanız, nə olar? Fəlakət anında islanıb dağılacaq. Amma möhkəm qabıqlı bir çabatla çörəyi, bax o, bütün nəmi içində saxlayar və konstruksiyanı sona qədər qoruyar. İndi isə keçirik sendviç inşaatının ən böyük düşməndən, yəni o qorxulu, bütün strukturu çöktürən islanmış çörək probleminə. Gəlin buna qarşı müdafiəni quraq. Peşəkarların böyük sirri məhz budur, nəmlik bariyeri. Bu nə deməkdir? Bu, sadəcə çörəyinizlə sulu içliklər arasında keçilməz bir divar hörən dahiyanə bir mühəndislik hiləsidir. Bu müdafiə sistemini qurmaq üçün əlinizdə iki sadə, amma inanılmaz dərəcədə təsirli mühəndislik həlli var. Birincisi, yağ molekulları suyu itələdiyi üçün kərə yağı və ya mayonez ilə bir növ hidroizolyasiya etmək. İkincisi, çörəyi qızartmaq. Və bunu unutmayın, bu lüks deyil, bu bir zərurətdir. Qızartma, nəmə qarşı fiziki bir qalxan yaradır. Baxın, bu görüntü texnikanı mükəmməl şəkildə izah edir. Bərabər şəkildə çəkilmiş bu təbəqə nəmin sızması üçün heç bir zəif nöqtə, heç bir boşluğu buraxmır. İlk müdafiə xəttiniz deməli hazırdır. Təməlimiz möhkəmdir, müdafiə xəttimiz qurulub, nəhayət konstruksiyanın ürəyinə, yəni bütün ləzzətin və teksturanın canlandığı o möhtəşəm hissəyə, içliklərə keçə bilərik. Sendviçin ürəyi olan içliklər əsasən bu 4 kateqoriyadan ibarətdir. Mükəmməl bir nəticə üçün bu elementlər arasında dad və tekstura balansı yaratmaq şərtdir. Məsələn, pendir. Peşəkarlar pendiri əritmək üçün quru istilik yerinə buxarın gücündən istifadə edir. Düşünün, metal bir qapağın altına cəmi 1-2 damcı su. Yaranan o ani buxar pendiri saniyələr içində sanki bir şəlalə kimi əridir. Möhtəşəm deyilmi? Və budur daha bir peşəkar hiləsi, nazik dilimləmə. Bu, təkcə yeməyi asanlaşdırmır, həm də teksturanı inanılmaz dərəcədə zənginləşdirir. Üstəlik, daha həcimli, daha cəlbedici bir sendviç görüntüsü yaradır. Bu bir növ kulinariya optik illüziyasıdır. Yaxşı, bütün bu prinsipləri bir araya gətirməyin vaxtı çatdı. İndi sendviç memarlığının əsl ikonası olan club sendviçini inşa edərək bütün nəzəriyyəni təcrübədə sınayacaq. Bu, əsl ustad dərsidir. Bu, adi bir sendviç deyil. Bu, əsl mühəndislik imtahanıdır. Burada dayanıqlılıq, qatların mükəmməl düzülüşü və əlbəttə, son təqdimat bacarıqlarınız A-dan Z-yə sınanır. Yığım planı dəqiq bir ardıcıllıq tələb edir və bu, təsadüfi deyil. Hər addımın bir mənası var. Məsələn, fikir verin, kahına niyə isti ətdən bir qat aralı saxlayırıq? Çünki onun xırtıltısını qorumalıyıq. Hər bir qat, sonraki dişləmdəki o mükəmməl dad və tekstura balansını təmin etmək üçün dəqiqliklə düşünülüb. Konstruksiya tamamlandı. Amma kəsməzdən əvvəl son bir mühəndislik addımı qalıb, sabitlik. Eyni ilə bir binanı möhkəmləndirdiyimiz kimi diş çöpləri ilə quruluşu bərkidirik. Bu, kəsərkən o möhtəşəm qatların dağılmasının qarşısını alacaq. Və final. O möhtəşəm kəsim. Bu diaqonal kəsim təkcə gözəl görünmür, həm də struktur baxımından çox ağıllı bir həldir. Nəticədə 4 dayanıqlı üçbucaq yaranır və bu üçbucaqlar sizin zəhmətlə yaratdığınız o gözəl qatların hər birini nümayiş etdirir. Bu, sizin mühəndislik zəhmətinizin vizual mükafatıdır. Beləliklə, son bölməmizə gəldik. Sizin kulinariya planınız. Bütün prinsipləri, alətləri və peşəkar sirlərini öyrəndiniz. İndi memar sizsiniz. Mükəmməllik üçün bütün plana artıq sahibsiniz. Bütün sirləri bilirsiniz. Geriyə isə tək bir sual qalır. Sizin mühəndislik şah əsəriniz necə olacaq? İndi yaratmaq zamanıdır.